Salam, hər birinizə xoş gördük. Əziz Dövlət Qulunun test imtahanı hazırlaşan şəxslər, bilirsiniz ki, 7 gündür və ya 10 gündür mən YouTube kanalına video ata bilmirəm. Bunun əsas səbəbi ondan ibarətdir ki, başım müəyyən məsələlərə qarışıb. Həmişə video gec gələndə bilin ki, nəsə müsbət bir hadisələr baş verir. Bundan əvvəllər, məsələn, sentyabrda video ata bilmirdim, çünki yeni kursun açılışı olmuşdu. Artıq indi 10 gündür video atmıram. Niyə? Çünki 6 aydır üzərində gecə-gündüz çalışdığım yeni bir kitabımı sizlərə təqdim edirəm. Bəli, Dövlət Qulluğunun BA, BB kateqoriyasına hazırlaşan şəxslər, mən artıq onlar üçün kitabı tərtib eləmişəm. Bu kitab haqqında sizə ümumi məlumat verəcəm. Kitab necə tərtib olunub və yaxud da ki, nələr içərisində hansı konspektlər var, hansı qeydlər var, testləri varmı və s. ümumi məlumat verəcəm. Amma ondan əvvəl onu deyim ki, kitabı kimlər əldə edə bilər? Kitabı əldə edə bilər Dövlət Qulluğunun test imtahanına hazırlaşan şəxslər. BA, BB kateqoriyasına hazırlaşan şəxslər 1. AC kateqoriyasına hazırlaşanlar kitabı əldə edə bilərmi? Bilirsiniz, kitab AC üçün hazırlanmayıb. Yəni AC-də olan əlavə qanunlar yoxdur bu kitabda. Amma yenə istəsəz alıb oxuya bilərsiniz. Əlavə AC-də olmayan, burada aid olan qanunlar. Hansı ki, mülki məcəllə, əmək məcəlləsi AC-yə aid olan qanunlar yoxdur. Dediyim kimi, BA, BB-yə aid olan qanunlardır. Daha sonra Dövlət Qulluğu müsahibəsinə hazırlaşan şəxslər qanundan istifadə etmək üçün bu kitab ala bilərlərmi? Bəli, onlar da ala bilər. Amma yenə dediyim kimi Dövlət Qulluğu müsahibələrində elektron imza yoxdur, məhkəmə hakimləri yoxdur, amma yenə də alıb oxuya bilərlər. Amma lakin bu kitab əsas hazırlanıb Dövlət Qulluğunun BA və BB kateqoriyasına hazırlaşan şəxslər üçündür. Kitabın satış qiyməti deməli yazmışıq bura. Yox, içərisinin tərəfindədir. Kitabın satış qiyməti 15 manatdır. Kitabın satış qiyməti 15 manatdır. Necə əldə edə bilərsiniz? Bu kitabı PDF formasında əldə edə bilərsiniz. Kursa yaxınlaşaraq əldə edə bilərsiniz və yaxud da ki, poçta vasitəsilə əldə edə bilərsiniz. İndi bu belə. Gəlin bəs kitabdan danışaq. Bəs mən nəyə görə bu kitab üzərində çalışmağımı 2 ay, 1 ay, 3 ay deyil də məhz 6 ay çəkdim? Bunun əsas səbəbi ondan ibarətdir ki, kitabı bir müəllim kimi yox, bir tələbənin gözündən oxuyaraq, elə ki, bir tələbəyəm, hazırlaşıram Dövlət Qulluğuna sıfırdan 2 ay, 3 ay ərzində və mənə qanun harda çətin gəlir, hansı qanun mənə çətin gəlir və necə daha yaxşı yadda saxlayaram. Tələbənin elə ki, gözündən yazmışam kitabı, başa düşürsünüzmü? Ona görə mənim kifayət vaxtım apardı. Hər bir qanun çox sadə dildə tərtib edilib və hər bir qanunun ən vacib yerlərini mən bəzi kitablar var axı, görürsünüz ki, o kitablarda İçərisini göstərəcəm birazdan. Kitablar sarı, qırmızı, göy rənglərin işarələnir sözlər. Adam ona baxanda gözü yorulur. Bunlardan da mən bilirəm. Yəni özümü tələbə yerinə qoyuram. Mən rəngli kitab oxuyanda düşünürəm ki, gözüm yorular. Ona görə də bu kitabın hər hansısa bir yerini bir söz rənglənməyib. Sadəcə əsas hansı söz vacibdir? Məsələn, hər kəs, hər bir altından xətt çəkilib. Başa düşürsünüzmü? Yəni kitabı özü hazırlaşan belə müstəqil şəkildə alıb bilər ki, burada bu vacibdir, burada bu vacibdir. İndi kitabı detallı şəkildə sizə göstərəcəm. O heç. Sizə sadəcə indi bu 6 aydır üzərində çalışdığım kitabı sadəcə bir 10 dəqiqəlik videoda sizə təqdimat etmək istəyirəm. Söhbət burada kitabı belə deyək də almanızdan və ya almamağınızdan getmir. Söhbət burada kitabın bazarda belə bir kitab olmanızın məlumatını istəyirəm ki, olsun. Kitab dediyim kimi hər bir qanun konspekt formatı tərtib olunub. Hər bir qanunun hər bir maddəsi, hər bir bəndi imtahana hardan sual düşür və ya düşmə ehtimalları varsa, onlar əsasında tərtib olunub. Və ələxüsus hər bir qanunun sonunda o qanuna dair konspektlər mövcuddur. Məsələn, Konstitusiya ax çətini çəkirik. Konstitusiyanın sonunda 158-ci maddədən sonra mən Konstitusiyaya aid konspektləri tərtib eləmişəm. Hamı, hər kəs, hər bir vətəndaş sözü, kim kimi təyin edir, azad etmə, Milli Məclis söhbətləri və yaxud da ki, Prezident, Nazirlər Komiteti, Milli Məclisə dair hansı tələblər mövcuddur, kim ola bilər, kim ola bilməz. Uzun sözün qısası kifayət qədər. Vətəndaşların müraciət də belədir, ən çətin çəkdiyimiz kərgüzarlıq da belədir, Dövlət Qulluğu haqqında qanun da belədir, elektron imza, elektron sənəd haqqında qanun yeni bilirsiniz ki, qanundur və 36-37 maddəlik bir qanundur. Onun hamısı konspekt formatı tərtib edilmişdir. Uzun sözün qısası, əziz yoldaşlar, həqiqətən kitabı almağa dəyər. Və mən düşünürəm ki, bazarda olan kitablarını nisbətən alıb oxuyanda çox rahatlıqla oxuya bilərsiniz. Kitab sizə doğma gələcək, kitab sizə tanış gələcək deyil. Niyə? Çünki YouTube videolarında mən qanunların izahını verərkən çəkdiyim misallar, praktiki əlavələri və yaxud da ki, məişət dilinə yaxın danışmağımı bəzən də bu kitaba əks elətdirmişəm. Bax belə, dediyim kimi kitabı BA, BB kateqoriyası üzrə hazırlaşan şəxslər əldə edə bilər.
Kitab həqiqətən çox konspekt formatda tərtib edilmişdir. Ona görə də sosial şəbəkələrdə paylaşdım, Instagramda və WhatsAppda paylaşdım, amma siz YouTube-da hazırlaşanlar üçün xüsusi belə bir video hazırlamışam. Gəlin istəyirsiniz biraz indi tutun baxın içərisinə. Düzdür, çox geniş göstərə bilməyəcəm kitabın içərisini sizlərə. Niyə? Çünki konfidensiallıq pozula bilər. Ona görə də istəmirəm ki, kitabın hər hansı bir səhifəsi yayılsın. Sadəcə sizə çox intizarda qalmayasınız deyə göstərmək istəyirəm. Görək göstərə biləcəmmi? Aha, deməli bax, gəlin başlayaq. Məsələn, bax gördüyünüz kimi dediyim kimi ən vacib yerləri rəngləməklə yox, altından xətt çəkməklə işarələmişəm. Məsələn, bax burada konstitusiya dedik ki, bax bitir. Bitəndən sonra bax konspektlər yazmışam. Bax çox detallı şəkildə göstərə bilmirəm, amma ümidvaram ki, başa düşürsüz. Bax hər bir qanunu bax belə konspekt formada tərtib eləmişəm. Məsələn, ən vacib qanun hansıdır? Etik davranış qaydasıdır. İndi sizə etik davranış qaydasını göstərəcəm ki, necə tərtib olunub. Bax, bu dövlət qulluğu haqqında qanundur. Dövlət qulluğu haqqında qanun kateqoriya, təsnifatları çox yaxşı şəkildə mən sizlərə məsələn göstərmişəm. Etik davranışdan bir neçə səhifəni göstərmək istəyirəm. Baxın, etik davranış, bax görürsünüzmü əziz yoldaşlar? Bax, maddələr, bax, elə bu görsənsin bu səhifə, heç nə olmaz. Bax, bu şəkildə tərtib olmuşam. Bax, məsələn, görürsünüz vicdanlı davranış necədir? Peşəkar və fərdi məsuliyyətin artırılması necədir? Bax, maddələr bu şəkildə cədvəl, qrafik, üsullardan istifadə edilməklə tərtib olunub. BA-ya hazırlaşan şəxsləri yaddan çıxartmaq olarmı? Xeyr. BA-ya hazırlaşan şəxslərə bax, konspekt formada kitabı tərtib edilmişdir. Ona görə də əziz yoldaşlar, əziz dövlət qulluqçuları, dövlət qulluğuna hazırlaşmaq istəyən şəxslər, istəyirəm ki, bu kitabı digər kitablardan fərqləndirəsiniz. Biləsiniz ki, bu kitab çox və bu kitabın həqiqətən üzərində kifayət qədər əmək var. Bəzi şəxslər var ki, bəzi müəllimlər var ki, kitabı tərtib edərkən özü yox, 2-3 şəxs oturub yazır. Amma mən kitabı tamamilə özüm yazmışam, redaksiyasını tamamilə özüm eləmişəm. Ona görə də bütün müəlliflik hüququ mənə məxsusdur. Dediyim kimi, kitab haqqında bax bu qədər bildiniz. Çoxdan da gözlənilən məqam bu idi. Bu mənim yaradıcılığımda, pedaqoji fəaliyyətimdə ilk kitabımdır. Bu illərim inşallah bir çox kitablar çıxartmaq istəyirəm. İstədim ki, həm kitabımın sizə təqdimatını verəm, həm sevincimi sizlərlə bölüşəm və yaxud da ki, kimlərəsə ehtiyacı varsa, kimlərsə almaq istəyərsə, kitabı ala bilər də, onu da sizə elanını verirəm. Dediyim kimi, bu kitabı hardan əldə edə bilərsiniz? Gəlin sizə deyim. Kitabı indi 3-cü gündən söhbət gedir. Bu videonu yükləyəcəm indi 1-ci gün. Kitabı əldə edə bilərsiniz 3-cü gün. Sabah yox bürsün 3-cü gün kursa gərək əldə edə bilərsiniz. 28 mayda yerləşir kursumuz. Bu videonu yükləyəndən sonra videonun şərh hissəsində nömrəmi qoyacağam. Gəlib bu kitabı əldə edə bilərsiniz kursdan. Bu kitabın birincisi əldə etmə üsulu budur. Kursa gərək əldə edə bilərsiniz. İkinci, bu kitabın WhatsApp-a yazaraq PDF formasını əldə edə bilərsiniz. Üçüncü, bu kitabı istənilən bir rayona, şəhərə, kəndə poçt vasitəsilə əldə edə bilərsiniz. Kitabın satış qiyməti 15 manatdır. Belə, hər birinizə uğurlar arzu edirəm. Əgər kitab lazımınız olarsa, buyurub müraciət edə bilərsiniz. Sağ olun, salamat qalın.